Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dili iş dəftərinin səhifə 61 və 62-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. İki tapşırığında deyir ki, ölçü vahidləri haqqında əldə etdiyi məlumatlara əsasən cədvəli tamamla. Qədim ölçü vahidi, izahı müasir ölçü sistemində qarşılığı. Qədim ölçü vahidi arşın, izahı açılmış qoldakı barmaqların ucundan buruna qədər olan məsafə. Müasir ölçü sisteminə qarşılığı 70 sm. Qarış, izahı. Əli açıq şəkildə baş barmağın ucundan çeçələ barmağı qədər olan məsafə. Müasir ölçü sisteminə qarşılığı 20 sm. Qulac, iki əli tam açıb sağ əlin ucundan sol əlin ucuna qədər olan məsafə 150 sm. Addım, normal şəkildə yeriş. Müasir ölçü sistemində qarşılığı 60 sm. B. Öyrəndiyin ölçü vahidlərindən hansıların adı homonimdir? Həmin ölçü vahidlərini seç və uyğun mənalarda işlət. Homonim odur ki, deyilişi və yazılışı eyni, ancaq mənası fərqli olan sözlərdir. Burada isə o sözlər addım və ağacdır. Bir var ki, addım ölçü vahididir. Bir var ki, insanların yerişidir. Və canlıların, varlıqların yerişidir. O addımdır. Ağac isə bir mənası ölçü vahididir. Qədim ölçü vahididir. Digər mənası isə bitkidir. Ağac bir bitkidir. İndi isə bunları cümlədə işlədək. Cümlələri də elə öz mənalarını yaza bilərsiniz. Məsələn, addıma uyğun. Addım. Addım qədim ölçü vahididir. Addım insanların yerişidir. İndi isə ağacın cümlələri bunlardır. Ağac qədim ölçü vahididir. Ağac bitkidir. Keçək səhifə 62-yə. 3A tapşırığında deyir ki, aşağıdakı rəvayəti oxu və suallara cavab ver. Çöldə taxıl biçən bir ərəb hər gün evə dəvə südü gətirirmiş. Bir dəfə ərəb yatanda ilan sürünüb qabdakı südü içir, əvəzinə qaba bir qızıl qoyub gedir. Bir neçə gün beləcə təkrar olunur. Bir dəfə ərəb ilanı tutub onunla razılığa gəlir ki, onlar dost olsunlar. Ərəb ilana hər gün süd versin, ilan isə ona qızıl. Bir müddətdən sonra ərəb varlanır və Məkkəyə getməli olur. Oğluna tapşırır ki, hər gün ilana süd əparsın və ondan qızıl alsın. Bütün qızıla birdən sahib olmaq istəyən oğul ilanın ardınca yuvaya qədər gedir və onu öldürmək istəyir. Lakin yalnız quyruğunu kəsə bilir. İlan qaçıb canını qurtarır. Məkkədən qayıdandan sonra ərəb ilanı axtarıb tapır, yenə də dostluğu davam etdirməyi təklif edir. İlan razı olmayıb deyir: Nə dəvənin südü, nə ərəbin üzü. 1. Ərəb ilana təklif etdi ki, ona hər gün süd versin, o da qarşılığında qızıl versin. 2. Məkkəyə gedən ata oğluna tapşırdı ki, hər gün ilana süd aparsın. Hər gün ilana süd aparsın, qızıl alsın. 3. Oğlan ilanı öldürmək istədi, çünki bütün qızıla birdən sahib olmaq istəyirdi. 4. İlan ərəbin təklifini qəbul etmədi, çünki bir dəfə razılaşmaları pozulmuşdu. B. Mətnin sonunda ilanın sözlərinə diqqət et. Bu ifadəni hansı situasiyada işlətmək olar? A. İnsan öz nəfsinə sahib çıxa bilmədikdə, pis niyyətli adamdan uzaq gəzmək istədikdə, adı gözlüyün pis nəticə verdiyini ifadə etdikdə. B variantı, pis niyyətli adamdan uzaq gəzmək istədikdə. Mətnin sonunda ilanın dediyi ifadə isə budur. Nə dəvənin südü, nə ərəbin üzü.
Burada da hekayədən anladığımız kimi, bunun cavabını tapmaq üçün hekayədən anlayırıq ki, axırda gəlir ərəb. İlanla dost olmaq istəyir, ancaq ilan onun pis niyyətli olduğunu başa düşüb onunla dost olmur. Ona görə də cavab B variantıdır. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.